Cəlilabadlar. Cəlilabadın mərkəzində İrşadın Aztelekomun yaxınlığında 6 sot sənədlə belə 9 sotdur. Həyət evi satılır, 4 otaqdır, 3 yataq otağı, 1 qonaq otağı, 2 otağı orta remontdur, qalan otaqlar remontdur, mətbəxdir, sanitar qovşağı, hamamdır, evin daxilindədir. Həyətdə də var. Ətraflı izləyicilər təqdim edir həyətimizi. Bax, hal-hazırda belə deyək, şəxsi quyusu, çəni var, suyu da şirin sudur. Bura hamam olub, amma hal-hazırda skrap kimi istifadə olunur. Yəni artıq əşyaları yığmaq üçün. Bura isə sanitar qovşağıdır. Keçirik evin yan hissəsinə, evi ətraflı izləyicə təqdim edir. Evin navəsi var, yəni hal-hazırda yerinin metrağı yoxdur. Üstündə ördək də verilə bilər. Deməli, bura isə evin yan hissəsidir. Evin kirişi 6 daşdır, reys üstündədir və üstü isə çərçivədir. Ev ətrafı təqdim edilir. Arxasından lölü də var. Keçirik evin daxil hissəsi ilə yaxından tanış olaq. Evimizin bura koridor hissəsi, dəhliz hissəsi, ev genişdir. Otaqlar da genişdir, koridorumuz da genişdir. Gələ birbaşa keçək mətbəxlə sanitar qovşağına. Bax, sanitar qovşağı hamam evin mətbəxin daxilindədir. İstəsəz ayırada bilərsiniz. Bura mətbəxdir. Mebeli yoxdur, mebeli yarada bilərsiniz burada. 400-500 manatda mebel. Və sizə dediyimiz remontsuz otaq budur. Remontsuz deyil, orta remont, köhnə remontdur. Yeri də möhkəmdir, padloku da var, üstünə artifanla divardan aboylayıb. Maksimum bir dənə otağın 1000 manat xərci var. Bura birinci otaq. Keçdik salon hissəmizdə. Salonumuz da genişdir. 130 kvadrat deyimiz. Salonumuzun genişliyə və padloku yığılıb, hazırdır. İndi sport işıqlarla yığılmalıdır, yerlər açılmalıdır. Və keçid edək ikinci yataq otağımıza. Bura isə ikinci yataq otağıdır. Burada partlarlar görünür. Bu pitindir, çərçivənindir. Çərçivələrdə olur, onun qəşəng düzəltmək olur. Sadəcə pul qoymayıblar, deyib açıq deyək. Qapılar da yeni Avropa qapılarındandır. İkinci otaq oldu. Keçid edirik üçüncü otağımıza. Burada üçüncü otaqdır. 3 otağı remontsuzuymuş. 3 otağı remontsuzdur, bir dənə salonla koridor remontludur. Evimizi ətraflı izlədiniz. Qiyməti çox gözəl qiymətdir. 6 sotdur. 3 sot sənətə salmaq lazımdır. Əgər 3 sot da istəyirsə, onun xərcləri alan şəxs sahibdir. 9 sotla vermək. 9 sot orta hesabla 5000 götürəcəm. 45000 pul edir. Evin də dəyəri, qiyməti 55000-dir. Evin dəyəri düşürsə 10.000-ə. 45.000 torpaq edir, 9 sotu 5.000-dən. 45.000 torpaq edir, ev deyirəm sizə 10.000-ə verəcəm. Bu boyda evi sizə 10.000-ə verirəm. Evin ümumi qiyməti 55.000 manat deyir, razılaşma olacaq. 9 sot ərazisi var, qazı, işığı, suyu, şəxsi quyusu, şirin suyu, ümumi 4 otaq, 3 yataq otağı, 1 qonaq otağı, mətbəx, koridor, sanitar qovşağı hamam evin daxilində də var, həyətdə də var. Evin də nava hissəsi də var. Yerinin metrağı yoxdur. Mərkəz arada yolda asfaltdır. Qiymət 55.000 manat. Evin kvadratı 130 kvadratı sənədli sübutludur. Kim istəyirsə 050 629 67 57. Əlaqə saxlayın, ətraflı məlumat alın.